Deməli, zərf testin izahına başlayırıq. Diqqətli oluruq. Cümlələrin birində yer zərfi işlənmişdir. Sizə demişdik ki, yer zərfi ilə yer məzmunlu ismin fərqi nədir bir-birindən? Yer zərfində nisbili anlayış olur. Konkret hansı anlayışı ifadə edir, biz onu bilmirik. Məsələn, yuxarı, aşağı, irəli, geri, sağ, sol dəqiq bilmirik ki, harada. Amma yer məzmunu isimlər sanki bir çərçivə çəkir. Yəni bilirsən ki, bu hissədən bu hissəyə qədər küçədir. Buradan bura qədər bilirsən ki, parkdır. Deməli, konkret hüdudları varsa biz buna isim deyəcəyik. Konkret hüdudları yoxdursa, nisbili anlayışı daşıyırsa, biz buna nə deyirik? Zərf deyirik. İndi baxırıq. İclasda hamı iştirak etmişdi. İclas burada isimdir. Bakı günü gündən gözəlləşir. Bakı isimdir. Uşaq yuxarıdan anasına əl edirdi. Yuxarı nəyin qısası olaraq? Zərfdir. Kənd isimdir. Variantımız olacaq C variantı. Gəldiyin 2-yə baxırıq. 2-də bizdən soruşur ki, düzəltmə zərfləri göstərin. Tarix ismindən tarixən. Bu yerlər tarixən arxeoloji qazıntılara məruz qalmışdır. Belə deyirik, tutaq ki. Deməli, bu olacaq zər. İgid, igidcəsinə. Bu da olacaq zər və düzəltmə. Qaça-qaça nədir? Fe'li bağlama. Oxuduqca nədir? Yenə fe'li bağlama. Deyirik ki, ayda, ildə, gündə, demişdik zaman məfhumu bildirirsə, nə zaman sualına cavab verirsə, götürə bilirik ki, zaman zərfi düzəltmə. Deməli, götürdünüz 1, 2, 5. 3-ə baxın. Verilmiş cümlələrdən hansını zərf məsləri izah edir? Zərf məsləri izah edir nə deməkdir? Yəni, zərfdən sonra nə gəlsin? Məslər. Deyir ki, doğru danışdıqca. Doğru zərfi burada nə izah edir? Fiili bağlamanı. Ay, sağ ol. Yaxşı oxumağı hamını sevindirəcək. Yaxşı burada zərfdir. Özündən sonra da nə gəlib? Məslər. Deməli, məsləri izah edir. Variantımız B'dir. Yaxşı yazan şagirdlərə mükafat verildi. Fe'li sifəti izah etdi, düzdür. Sinifdə danışmaq qadağan olundu. Ay, sağ ol. Burada sinifdə nədir iksəs olaraq? İsim. Burada isim məslərə aiddir deyə götürmürük yenə də. Şəhərdə yaşamaq yenə də eyni şey. Şəhər isimli yaşamaq məslərdir. Amma bizdən nə soruşur? Bizdən soruşur ki, zərf məsləri izah eləsin. Yəni, zərfdən sonra nə gəlsin? Məslər. Variantımız oldu B variantı. 4-də deyir ki, mürəkkəb zərflər hansı cərgədədir? Məsələn, deyirsən ki, abituriyentin nəticələri anbarın dəyişir. O qara-qara məni izləyir. Amma qaça-qaç nəyin iksəsi olaraq? Qaça-qaç isimdir. Döşək yüzü. Nə? İsimdir. Bunu da buradan çıxırıq. Gəl ha gəl başladı. Nə? Yenə də isimdir deyə çıxırıq. Deyirsən ki, o sui-şirin insandır. Necə insandır? Nə cür insandır? Oldu sifət. Amma uşaqlar yan-bayan əyləşmişlər zərf. Atın başı izləyirdi zərf. Dilucu salam verdi. Yenə oldu zərf. Deməli, variantımız olacaq Y variantı. 5-ə baxırıq. Nümunələrdən biri zərf deyil. İrəli, geri yer zərfidir. Üz üzü ilə, üzü üzəni qarışdırmayın. Uşaqlar üz-üzə əyləşmişlər. Nə tərz əyləşmişlər? Üz-üzə. Deməli, bu da tərz hərəkət zərfidir. Qabaq-qabağa əyləşmişlər. Tərz hərəkət zərfidir. Məhsulun miqdarı 1-ə 5 artdı. 1-ə 5 nədir burada? Miqdar zərfidir. Amma eniş yoxuş nədir? İsim. Deməli, variantımız D variantı. 6-ya baxırıq. Zərf düzəldən şəkilçilər hansıdır? Bu testdə çox diqqətli olmağımız vacibdir. Niyə? Bəli. A variantına baxırsan ki, həmişəlik, zorla, daxilən, yanakı, çəpəki. Düzdürmü? İndi B variantına baxırsan, dosyana, rusca, dostcasına, amma A-nın üstünə 2 yazmışam. Ay, sağ ol. A-nın üstü 2 nəyin şəkilçisidir? Fe'li sifətin. Çünki zərf düzəldən şəkilçi nədir? Ən. Ruhən, daxilən.
zahirən, qəflətən. Başa düşürsən ki, and. Yəni bu bir variantlı şəkilçidir. Bu səbəbdən B-ni götürmürsən. Sonra deməli ayda ucadan A feili bağlamadır. Çıxırıq. D variantında demədən gəldi. Feili bağlamada çıxırıq. Sözlə sifətdədir. Çıxırıq. Demə variantımız olacaq A variantı. 7-yə baxırıq. Zərf hansı cümlələrdədir? Baxın, o dəfələrlə görüşmüşdü. Nə qədər? Deməli, burada nədir? Dəfələrlə zərfdir. Bağda hava sərindir. Harada bağda? Nədir bağda? İsimdir. Zeynəb ortalıqda qalmışdı. Demişdik, ortalıqda nə hesab olunacaq? Yer zərfi. Yusif səliqəli oğlandır. Necə oğlandır? Səliqəli. Demək, buradakı səliqəli özündən sonra isim gəldiyi üçün biz buna sifət deyirik. İçəri otaq qaranlıqdır. Burada isə baxırıq ki, içəri nədir xəssəsi olaraq? Yer zərfi. Demək, variant götürəcəyik. 1, 3, 5. B variant. 8-ə baxırıq. Az sözü hansı cümlədə zərf kimi işlənmişdir? Sizcə azdan sonra əgər isim gəlsə hansı hissəsidir? Say. Azdan sonra fe'l gəlsə nə olacaq? Zərf. Artıq şəhərə az qalırdı. Burada nədir sizcə? Özündən sonra fe'l gəlibsə biz buna zərf deyəcəyik. Burada yaşıllıq çox azdır. Nə qədərdir azdır? Saydı. İclasda az adam. Özündən sonra isim gəlsə nə götürəcək? Say. Yaşına görə təcrübəsi azdır. Say. Az çoxa tabi olmalıdır. Burada da isimləşib. İsimləşmiş say yenə də saydı. Morfoloji cəhətdən burada da say. Nəticədə variantımız olacaq A variantı. 9-a baxırıq. Hansı nümunədə zərf fe'li bağlamanı izah edir? Yəni deyir ki, zərfdən sonra fe'li bağlama gəlsin. Ucadan danışan. Sizcə zərf nəyi izah edir? Fe'li sifəti. Evdən çıxarkən fe'li bağlamadır. Bəs niyə götürmürük bunu? Bəli. Çünki isim fe'li bağlamaya aiddir deyə götürmədik. Ürəklə oynamaq. Ürəklə zərfdir. Məstər gəlib özündən sonra. Birgə işlədiyim. Burada fe'li sifət gəlib deyə götürmədik. Hündürdən danışarkən. Nə tərzdə danışarkən? Düzdürmü? Fe'li bağlamadır. Bu da zərfdir. Bu səbəbdən də bəli, yəni hündürdən bütövlükdə götürürsən, nə tərzdə hündürdən danışmaq. Nəticədə özündən sonra da fe'li bağlama gəldiyi üçün götürəcək Y variantı. Hansı zərf kimi işlənə bilmir? Baxırsan, özündən sonra isim qoya bilirsinizsə, deməli bu saydı. Özündən sonra fe'l gəlirsə, deməli zərfdir. Yine siz deyirsiniz ki, bir qədər insan saydı, bir qədər danışdı, zərf. Biraz məhsul saydı, biraz danışdı, zərf. Bir xeyli məhsul, bir xeyli danışdı. Yenə də işlədə bilirik. Biri var deyirsən ki, azmaz danışdım, zərfdir. Azmaz qələm, azmaz məhsul. Bu zamanda nə olacaq? Say. Amma siz bilirsiniz ki, bir sıra ilə bir çox yalnız nə kimi işlənəcək? Say kimi. Yəni, müştərək nitq hissələrinin içərisində yoxdur bir sıra ki, say və zərf kimi işlənsin. Bu səbəbdən bir sıra olacaq bizim variantımız. 11-ə baxırıq. Düzəltmə zərflər işlənmişdir deyirsə, demək siz bilirsiniz ki, çəpdən, çəpəki, yandan, yanaki. Amma yol plus dakı olana nə yaranır? Yol plus dakı olana nə yaranır? Sifət. Baxırıq. Ehtiyatla zərf, cəsarətlə zərf. Anamla isə burada la birgəlik bildirən qoşmadır. La qoşmadır burada. Yavaşca, düşüncə. Düşüncə nədir? İsim. Sonra D variantına baxırsan, birdən birgə, ruhdan ruhən, saymaz yana. Deməli, D sənin variantındır. Zahirən, daxilən, amma səbirsizlik nədir? İsim. Nə? Səbirsiz. Götürəcəksən D variantı. 12-yə baxırsan, biri zərf deyil.
Tez-tez həm zaman zərfi kimi, həm tərzi hərəkət zərfi kimi işlənir. Biri var deyirsən ki, Əli tez-tez danışırdı nətərsə, biri də var deyirsən ki, o bizə tez-tez gəlir zaman məzmununda. Qapı taybətay açıldı, nətərsə yenə zərf kimi işlənir. O asta-asta danışır, yenə zərf kimi işlənir. Üzbəüz oturmuşdular zərfdir. Amma baxa-baxa siz bilirsiniz ki, onu baxaraq araqla əvəz edə bilərsiniz. Fərqli feili bağlama şəkilsinə əvəz edə bilərsiniz. Kökünə baxarsınız ki, kökü müstəqil feildir. Deməli, Y variantı feili bağlamadır. 13-ə baxırıq. Birində quruluşca həm sadə, həm düzəltmə zərf var. A variantında kişi yola düşəndə dan yeri yenicə ağarırdı. Yeni ağarırdı, yenicə ağarırdı. Bugün həm ürəklə, həm də xeyli çalışdıq. Deməli, burada görürsünüz ki, ürəklə nə tərzdə düzəltmədir. Xeyli sadədir. Variantımız B-dir. Əlini ərklə yanındakı cavanın kürəyinə vurdu. Nə tərzdə ərklə düzəltmədir. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz. Nə tərzdə qərib-qərib mürəkkəb, qəmgin-qəmgin mürəkkəbdir. Sadə və düzəltmə yoxdur. Hiləgərcəsinə sabahki hücuma hazırlaşırdı. Hiləgər sifətindən hiləgərcəsinə zərfi düzəlib. Bu da düzəltmədir. Sadəsi yoxdur deyə variantımız olacaq B variantı. 14-ə baxırıq. Hansı nümunədə zərf feili bağlamaya aiddir? Yenə zərfdən sonra feili bağlama gəlsin. Zərfdən sonra feili sifət gəlib. Zərfdən sonra məsdər gəlib. Zərfdən sonra feili bağlama gəlib arkan. B-ni götürdünüz. Zərfdən sonra məsdər gəlib. Zərfdən sonra feili sifət gəlib deyə götürməlisiniz. Variantımız B. 15-ə baxırıq. Zərf quruluşca sadədir. Siz bilirsiniz ki, qəlb ismindən qəlbən, addım başı mürəkkəbdir, çəpdən çəpəki düzəltmədir, bir mürəkkəbdir. Amma sırağa gün quruluşca nədir? Sadədir. Variant B. 16-ya baxırıq. Hansı cümlədə düzəltmə zərf işlənməmişdir? Yanakı düzəltmədir. Gündə nə zaman düzəltmədir? Müfəvvəqiyyətlə düzəltmədir. Döyüş bölgəsinə gecikmədən çatmalısan. Madan nəyin şəkilçisidir? Deməli, burada gecikmədən feili bağlama olduğu üçün variantımız D-dir. Uca sifətindən də ucadan zərfi yaranıb və nəticədə düzəltmə var. Variant D. 17-yə baxırıq. Yusif aşağı düşəndən sonra illərdən bəri görmədiyi dostuna bərk-bərk sarıldı. Aşağı burada yer zərfidir. Amma Yusif aşağı düşən vaxtdan sonra burada qoşmadır. Qoşmadır. Çıxışı hal, feili sifət çıxışı halı ilə işlənib və nəticədə üzərindəki sonrada nədir? Qoşmadır. İllərdən bəri, burada da dan, bəri yenə qoşmadır. Görmədiyi dostuna bərk-bərk sarıldı. Nə tərsə sarılıb? Bərk-bərk. Bu da olacaq tərs. Deməli, nəticədə yer və tərs. B variantı. 18-ə baxırıq. Biri zərf deyil. Asta-asta nə tərzdə? Tez-tez zərfdir. Yan-bayan zərfdir. Büsbütün zərf. Amma yaza-yaza nədir? Yazaraq. Feili bağlamadır. Kökün də mənası var axı yaz. Feildir. 19-a baxırıq. Miqdar zərfi işlənməmiş soruşursa, oxuduqların onlardan qat-qat üstündür. Sizin cavablarınız tamamilə doğru idi. Bu işdən az-maz başım çıxır. İşlərimiz xeyli çətin idi. Siz bilirsiniz də, bəzi sözlərimiz var ki, onlardan sonra sifət gələndə siz bilin ki, o miqdar zərfidir. Uşaqlar doyunca yedilər. Doyunca nədir burada? Feili bağlama. Burada qat-qatı demədim. Burada da oldu feili bağlama. Deməli, götürəcəksiniz. Doyunca feili bağlamadır. Doyunca. Gəldiniz 20-yə baxırsınız. Sadə zərfi göstərin. Dönə-dönə mürəkkəbdir. Üz yuxarı mürəkkəbdir. İçin mürəkkəbdir. Dinməz, söyləməz danışırdı. Mürəkkəbdir. Amma inişin nədir? Sadə. Quruluşca növünü soruşur.
21-ə baxırıq. Zərfləri göstərin deyirsə, uşaqlar yanbayan əyləşmişlər nə tərzdə. Baxa-baxa feili bağlamadır. Gəl ha gəl nə isimdir. Gözləmədən feili bağlamadır. O şiiri hərarətlə söyləyirdi. Bu da olacaq zərf. Demək götürəcəksiniz 1-4C variantı. 22-yə baxırıq. Zərfin feili sifətlə əlaqələndiyi nümunə istəyir. Hərdən birdən sonra gələn feili sifətdir. Variantımız A-dır. Oturmaq məstərdir. Xeyli işləmək məstərdir. Ucadan danışarkən feili bağlamadır. Durduqca feili bağlamadır. Ona görə götürdünüz A variantı. 23. Zaman zərfi işlənib deyirsə, dərəyə baxanda adamı qorxu bürüyürdü. Heç burada baxın görün zərf var. Xeyr. Bunu görən oğlan cəhd tərpənib. Necə tərpənib? Cəhd tərpənib. Zaman deyil. Dünən bütün tapşırıqları yerinə yetirdim. Nə zaman yerinə yetirmişəm? Nə zaman yerinə yetirmişəm? Dünən zaman zərfidir. Usta ehtiyatla, nə tərzdə? Ehtiyatla, bu da ki, nə tərzdə deyirsən. Tərz hərəkətliyə götürməli. Oldu variantımız. A-nı oxumadım. Yazın ilk günləri idi. Burada da ümumiyyətlə zərf yoxdur. Yazı isim, ilk sifət, gün isim. İdi də köməkçi söz. 24-ə baxırıq. Biri zərf deyil. Ruhən zərfdir, qəlbən zərfdir, daxilən zərfdir, qəsdən zərfdir. Amma gələn nədir sizcə? Feili sifət. 25-ə baxırıq. Düzəltmə zərflərdən birinin kökü saydır. Düzəltmə zərflərdən birinin kökü say olmalıdır. Qəflət yuxusundan oyandı. Qəflətən. Deməli, kökü say deyil. Sürət, sürətlə yenə say deyil, isimdir çünki. Yavaşca. Uşaq yavaş hərəkət etdi. Yavaşca hərəkət elədi. Ca ədatdır. Şairanə. Nəticədə görürsünüz ki, bu da düzəltmə zərfdir. Amma kökü nədir? Şair ismidir. Amma bir sayından nə yaranıb? Birdən zərfi yaranıb. Ona görə götürdük C variantı. 26-da deyir ki, hansı nümunədə zərf işlənmişdir? Məktəb, şəhər, kənd, sinif. Konkret bir məhdud səviyyəsi var ki, buradan bura sinifdir, buradan bura tutaq ki, məktəb. Amma ora deyəndə konkret bir məkanı var oranın. Və ya da şəklini çəkə bilirsiniz ora adlı bir yerin. Xeyr. Deməli, götürəcəyik A variantı zərf. 27. İsimdən düzələn zərf. Qoca güclə yeriyirdi. Güc nə? Güc. Güclə nə tərzdə? Deməli, variantımız A-dır. Otaqda hündürdən. Kökü sifətdir. Ürəyimdən keçənləri açıqcasına. Kökü, yəni zərfin kökü deyirəm ha, sözün kökü açmaq belidir. Açıq sifətidir. Aranda havalar soyumadı. Aranda yerlik halda olan isimdir. Günortadakı ümumiyyətlə mürəkkəb zərfdir. Götürdünüz A variantı. 28. Hansı söz zərf deyil? İçəri yer zərfidir. Onlar ara bir məni axtarırdılar. Zərfdir. Üzbəyiz əyləşmişlər nə tərzdə. Çoxdan məni axtarmırdı yenə zərf. Amma siz bilirsiniz ki, zərfi isə 2 əlavə ilə nə yaranır? Sifət. Y variantı olacaq sifət. 29. Hansı şəkilçi zərf düzəltmir? Gəlin bir-bir baxaq. Deyirik ki, la-la düzəldirik məsəl üçün. Uşaq zorla hərəkət edirdi. O mənimlə dostcasına davranırdı. Ayda bir dəfə bizə gəlirdi. Ucadan danışırdı. Amma siz bilirsiniz ki, qoşa A nəyin? Feili bağlı. A hesab. Variantımız olacaq D variantı. Gəldik. Zərf haqqında fikirlərdən biri doğru deyil deyirsə, zərflər hərəkəti müxtəlif yöndən izah edir. Bəli. Zərfin çünki 4 məna növü var. Zərf hərəkətin tərzini bildirir, zamanını bildirir, yerini bildirir, miqdarını bildirir. Deməli, düzdür. Az çox xeyli sözləri həm say, həm zərf kimi işlənə bilər. Bayaq dedik. Əgər desəm ki, xeyli danışdı, zərf olacaq. Xeyli insan desəm, say olacaq. Bu da düzdür. Dizin, için kimi mürəkkəb zərflərin tərkib hissələrinin heç bir ayrıqda işlənə bilmir. Demişdik, dizin, için, xısın, matdım, oğrun. Ayrıqda mənası yoxdur. Zərf düzəldən casına, la, ən şəkilçiləri vurğu qəbul etmir. Bilirik ki, zərf düzəldən casına, la, ən vurğu qəbul etmir. Zərfin mənaca
5 növü var. Yanlışdır. 4 növü var. Variantımız olacaq Y variantı. İndi gəldik ən maraqlı hissəyə. Deməli. Deməli sizin ən güclü abituriyentləriniz kimlərdir? Star çocuklar. Əsədova Nuray. Əsədova Nuray. Neçəyəsin yazmısan? Əsədova Nuray. 27 düz. Hansı məktəb? 5 saylı məktəb. Elay. Mustafa Fayev. Elay. Neçə yazmışıq? 25. Hansı məktəb? 8 saylı. Hər közü təbrik edirik. Qrupda 8-cilər arasında ən yüksək nəticə göstərən Nuray və Elaydır. İnanıram ki, iləriki məqamlarda 30-0 yazacaq. İnşallah. Təbrik edirəm hər birinizi. Bura qədər.